sonra 39. Xəritə sxemə əsasən adı doğru verilmiş coğrafi obyektiv. Deməli, baxırıq. Bir nə olmalıdır? Orinoco olmalıdır. Burada lapalata yazıb. Daha sonra 2 olmalıdır. Mekong ovalığı 2'ye yazıb Böyük Çin düzənliyi. 3 olmalı idi. Mississippi ovalığı Atlantik sahil ovalığı yazıb. 4 Efiopiya yaylasıdır və həqiqətən də Efiopiya yaylası yazıb. Və deməli 5 hardadır? Hə, 5 də böyük ehtimal Almaniya Polşa ovalığına uyğun gəlməlidir, amma burada Şərqi Avropa düzənliyi yazdığı üçün yanlışdır. Cavab olacaq A variantı. 40-da deyir ki, günəş şüaları A məntəqəsi üzərində zenitdə olarsa, aşağıda qeyd olunan məntəqələrdən hansında günəş şüaları daha kiçik bucaq altında düşər? Deməli, günəş A məntəqəsi üzərində zenitdədir. Yəni, günəş ekvator üzərində zenitdədir. Günəş şüalarının ən kiçik bucaq altında düşdüyü məntəqə isə ekvatora ən uzaq olan məntəqədir. Və sxemdə də gördüyünüz kimi ekvatora ən uzaq olan məntəqə Y məntəqəsidir. Cavab elə Y olacaq. 41. Silindrik proyeksiyada hazırlanmış xəritədə ən az təhrif olunan ərazini müəyyən edin. Silindrik proyeksiyada sıfır təhrifli xətt ekvator xətti idi. Tərifli olan ərazi də ekvatora ən yaxın ərazidir. Burada da ekvator xəttinin ən yaxın ərazi nədir? Təbii ki də Amazon ovalığı, hansı ki ekvator xətti zaten üzərindən keçir. 42-də deyir ki,